qırmızı cümədir. Pasxa öncəsi həftənin ən ağır günü. Pravoslav kilsəsi İsa Məsihin çarmıxa çəkilməsini, çarmıxdan endirilməsini və dəfnini yad edir. Məbədlərdə bu gün Qardayım oxusuna ayini keçiriləcək, liturgiya isə olmayacaq. Sameba kafedralında saat 14:00-da müqəddəs örtük çıxarılacaq və mərasimi patriarx vəzifəsini müvəqqəti icra edən ruhani aparacaq. Pasxa liturgiyası isə şənbə günü saat 23:00-da Sioni Patriarxal kafedralında keçiriləcək. Friedrich Merz bildirib ki, NATO-nun ABŞ-İran müharibəsinə görə parçalanmasını istəmirlər. Onun sözlərinə görə Alyans Avropa təhlükəsizliyinin əsas təminatçısıdır və birliyin qorunması vacibdir. Merz vurğulayıb ki, əsas məqsədi Alyansın daha da gücləndirilməsidir. O əlavə edib ki, Almaniyanın yaxın şərqdə diplomatik uğurun əldə olunmasında mühüm marağı var. Çünki bu, həm regional sabitlik, həm də qlobal və milli iqtisadiyyatla birbaşa bağlıdır. Kansler deyib ki, bu məsələ ilə bağlı dünən Donald Trump ilə danışıb və danışıqların aktiv davam etdirilməsinə çağırıb. Asiya İnkişaf Bankı bu il Gürcüstan iqtisadiyyatının 5,5%-dək artacağını proqnozlaşdırır. Maliyyə İnstitutunun yeni hesabatında qeyd olunur ki, 2026-cı ildə ümumi daxili məhsulun artımı əvvəlki ilə müqayisədə bir qədər yavaşsa da, qlobal şoklara baxmayaraq iqtisadiyyat dayanıqlılığını qoruyub saxlayıb. Hesabatda həmçinin vurğulanır ki, tikinti və istehsal sahəsində artım fonunda sənaye sektorunda 2,4%-lik yüksəliş gözlənilir. Bununla yanaşı kənd təsərrüfatının 2026-cı ildə sabitləşəcəyi, 2027-ci ildə isə 1,7%-lik artıma qayıdacağı bildirilib. Dərman qiymətləri barədə Parlamentin Səhiyyə Komitəsinin sədri 1-ci kanalın efirində danışıb. Onun sözlərinə görə, istinad qiymət formalaşdırılması proqramı işləyir və bu sistemə daxil edilən dərmanların sayı artırılmalıdır. Qeyd olunub ki, daha geniş və müxtəlif siyahının hazırlanması üçün müvafiq tövsiyələr verilməlidir ki, qiymətlər əhali üçün daha əlçatan olsun. Netanyahu Livanla danışıqlara başlamaq barədə göstəriş verdiyini açıqlayıb. Medianın məlumatına görə ABŞ və İran arasında 2 həftəlik atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan istiqamətində hücumları davam etdirir. Netanyahu bildirib ki, Hizbullaha qarşı zərbələr İsrailin şimal sakinləri üçün tam təhlükəsizlik bərpa olunana qədər davam edəcək. Atəşin 2 həftəlik dayandırılması ilə bağlı razılaşma və regional təhlükəsizlik məsələlərini Rəcəb Tayyip Ərdoğan və Məsud Pezeşkiyan telefon danışığında müzakirə ediblər. Ərdoğan Pezeşkiyana bildirib ki, İranla Vaşinqton arasında gələcək danışıqlar dayanıqlı sülh və sabitliyin təmin olunması üçün istifadə edilməlidir. Türkiyə Kommunikasiyalar Departamentinin açıqlamasına görə Ərdoğan Türkiyənin digər maraqlı ölkələrlə birlikdə atəşkəs razılaşmasının əldə olunması prosesində intensiv səylər göstərdiyini vurğulayıb. Rusiyanın prezidenti Ukraynada Pasxa atəşkəsinin qüvvəyə minəcəyini açıqlayıb. Kremlin yaydığı məlumata görə atəşkəs 11 aprel saat 16:00-dan 12 aprelin sonunadək davam edəcək. Paralel olaraq Vladimir Zelenski bildirib ki, simmetrik addımlar atmağa hazırdırlar. Zelenski deyib, bu il Pasxa bayramı günlərində atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. ABŞ-ın birinci xanımı Melania Trump Jeffrey Epstein ilə hər hansı əlaqəsini qəti şəkildə təksib edib. O Ağ Evdə xüsusi bəyanatla çıxış edərək mərhum maliyyəçinin cinayətləri barədə heç nə bilmədiyini bildirib. Melania Trump Konqresi Epsteinin zərər çəkmiş qadınlarına ifadə vermələri üçün xüsusi platforma yaratmağa çağırıb. ABŞ-İran atəşkəs razılaşması və Hörmüz boğazının hazırki vəziyyətini İran və Rusiyanın Xarici İşlər Nazirləri telefon danışığında müzakirə ediblər. İran tərəfinin yaydığı məlumata görə Abbas Araqçı ABŞ-ın müharibənin bütün istiqamətlərdə, o cümlədən Livanda başa çatdırılması üzrə öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə Hörmüz boğazında təhlükəsiz keçid yalnız ABŞ öz öhdəliklərini yerinə yetirəcəyi halda mümkün olacaq.